Salam, hər vaxtınız xeyir. Bu gün qalan dərsimizin ikinci hissəsini qeyd edəcəm. Belə ki, biz düşməni qeyd eləmişdik, hər ehtimal qarşı təkrar qeyd edeyim. Çayın düşməsi dedikdə, məsələn, götürək ki, dağdır, çay buradan başlayır, gəlir bura tökülür. Yəni, məsələn, deyək gəldi, burada töküldü. Düşmə dedikdə çayın mənbəyindən mənsəbini çıxırdıq. Bu şəkildə çayın düşməsini tapırdıq. Meyilliyə gəldikdə isə meyillik nədir? Yəni bu istiqamətə toxunaq. Meyillik çayın düşməsinin uzunluğuna olan nisbətidir. Yəni məsələn götürək ki, bu bizim belə deyək də çayımızdır. Buradan bura kimi olan çayın düşməsi idi və bu çayın uzunluğuna bölməklə biz çayın meyilliyini tapırıq. Əgər meyillilik birdən böyük olarsa, bu o deməkdir ki, bu çay dağ çayıdır. Dağ çayıdır. Dağ çayıdırsa deməli sürətli axma malikdir. Sürətli axma malikdir, meyillilik çoxdur və bu baxımdan da dib eroziyası intensiv olacaqdır. Yəni kanyonlar yaranacaq. Əgər yox, aldığımız rəqəm meyillilik birdən kiçik olarsa, bu o deməkdir ki, bu çay düzən çaydır. Düzən çaydırsa axım sürəti zəif olacaq. Çayın dərəsi geniş, enli olacaq deyə qeyd edə bilərik. Və məsəl üçün çayda bu şəkildə meandrlar yaranacaq düzən çayında. Və daha sonra çay öz istiqamətini dəyişdikdə bu qalan hissədə isə axmaz mənşəli göllər yaranacaq deyə qeyd edə bilərik. Burada nəzər salsaq, məsələn, məsələmizə, deyək Kür çayının düşməsi 2767 metr, uzunluğu 1515 kilometrdir. Çayın orta meyilliyini tapın. Bu zaman nə edirik? Biz sadəcə çayın düşməsini, yəni 2767 metri 1515 metrə bölürük. Daha sonra nəzər salsaq, məsələn, növbəti tapşırığımıza, mənbəyi dəniz səviyyəsinə 2749 metr, mənsəbi isə -26 metr yüksəkdə erişən, uzunluğu 750 kilometr olan çayın orta meyilliyini tapın. Deməli, meyilliyi tapmaq üçün bizə belə deyək, çayın düşməsi lazımdır. Düşməni tapmaq üçün çayın mənbəyindən 2749 metrdən 2749 metrdən çıxırıq -26-nı. Və bu zaman belə deyək də mənfi olduğuna görə toplayırıq. Bu da eləyir 2700 belə deyək də 75 metr. Çayın öz uzunluğu isə 750 kilometrdir və meyilli də tapmaq üçün meyilli bərabərdir. Düşmə bölünsün uzunluq. Yəni biz artıq düşməni bilirik. 2775 metrdir. Bölürük 750 kilometrə və formada biz belə deyək də cavabımızı tapırıq. Daha sonra nəzər saldıqda növbəti sualımıza, məsələn, buradakı sualımızda isə diqqət eləsək, ə, çayın belə deyək də nə mənbəyinin, nə də mənsəbinin hündürlüyü qeyd olunmayıb. Bunlar bizə temperaturla qeyd olunur. Məsələn, deyir ki, havanın temperaturu çayın mənbəyində -4 dərəcə. Yəni, düşünək ki, bu bizim dağımızdır. Buradan çay başlayır, gəlir, tökülür bura. Mənbəyi çayımızın burasıdır və burada temperatur -4 dərəcə Selsidir. Mənsəbdə isə 9,2-dir. Məsələn, burada isə 9,2 dərəcədir. Çayın uzunluğu 2500 kilometr olarsa, onun orta meyilliyini hesablayın. Okay, bizə çayın uzunluğu verilib 2500 kilometr. Və orta meyilini istəyir bizdən. O zaman nə edirik? Temperatura əsasən biz çayın düşməsini tapa bilərik. Belə ki, 9,2 və -4 arasında nə qədər temperatur fərqi var onu tapaq. Yəni mənbə ilə mənsəb arasında. 9,2-dən çıxırıq -4-ü. Bu eləyir 13,2 dərəcə Selsi və tənasübümüzü qururuq. Belə ki, hər 1000 metrdə biz bilirdik ki, temperatur 6 dərəcə Selsi dəyişir. Bizdə isə temperaturun dəyişməsi 13,2 dərəcə olub. 13,2 dərəcə Selsidə isə X olaraq qeyd edirik ki, yəni buradan biz çayın düşməsini tapaq və bu tənasübü həll elədikdə, yəni 13,2-ni vururuq 1000-ə, bölürük 6-ya. Buradan tapırıq ki, çayın düşməsi edir 2200 metr. Çayın uzunluğu isə verilmişdi bizə 2500 kilometr və meyilliyi tapmaq üçün rəqəmləri yerinə qoyuruq. Yəni meyillik bərabərdir. Düşmə bölünsün uzunluq, yəni çayımızın düşməsi 2200 metr, 2200 metr bölürük 2500-ə. İxtisarlar aparsaq rahat şəkildə 25-də 22 bu da eləyir 0,88. Və hər ehtimal qarşı söyləyək ki, məsəl üçün deyək ki, test elədikdə əgər bunu unutsaq düsturu, kəmiyyətlərə baxaraq da belə deyək ki, məsələn fikir versək metr bölünsün kilometrdir. Hansı rəqəmi böləcəyimizdə buradan
belə deyək də, tapa bilərik. Daha sonra məsələn nəzər salsaq bu sualımıza, deyir ki, sxemdə verilən A nöqtəsi 800 metrdə. Yəni bura 800 metrdir. Bura qeyd edeyim mən rəqəmi. B nöqtəsi isə 1200-dür. Bura isə 1200 metrdir. Ə, Əslən qalsa bu verilənlər, bura kimi olan hissə bizə kəsmə yüksəkliyi verir ki, yəni buradan bura kimi olan məsafə, yəni kəsmə yüksəkliyimiz bərabər olur 400 metrə. D-dən C-yə axan çayın orta meyli isə 3,2 metr bölünsün kilometr olarsa. Tamam, D-dən C-yə axan çayın demək meyliyimiz də bərabərdir 3,2-yə. Onun uzunluğunu hesablayın. Bizdən soruşulan hissə çayın uzunluğudur. Meyillikdə biz bilirdik ki, yenə meyillik bərabər idi. Düşmə bölünsün uzunluğa. Bizə isə buradan lazımdır düşməni tapmaq. Belə ki, əgər çay D-dən C-yə axırsa, buradan bura kimi kəsmə yüksəlmimiz isə 400 metr olduğunu bilirik. Baxırıq ki, buradan 1, 2, 3, 4 dənə kəsmə yüksəkliyimiz var. 4-ü vururuq 400-ə. 4-ü vururuq 400 metrə. Buradan tapırıq ki, bizim çayımızın düşməsi 1600 metrdir. Okey, demək ki, rəqəmləri yerinə qoyaq. 3,2 bərabərdir 1600 bölünmüş x-ə. Yəni, bu da sadə tənasüblə həll edirik. 3,2x bərabərdir 1600-ə. Buradan da tapırıq ki, bizim x-imiz bərabərdir 500 kilometrə. Yəni, doğru cavabımız qalırdı C variantı. Daha sonra nəzər salsaq, havanın temperaturu çayın mənbəyində -6, mənsəbdə isə müsbət 10,2 dərəcə Selsidir. Çayın uzunluğu 3600 kilometr olarsa orta meylini tapın. Burada bundan öncə qeyd etdiyimiz məsələdə kim qeyd edəcək? Baxın, mənbə -6-dır. Mənsəbdə isə çay deyək, töküldü bura. 10,2 dərəcə Selsidir. Biz mənbə ilə mənsəb arasındakı temperatur fərqinə baxırıq. Yəni 10,2-dən çıxırıq -6-na. Bu eləyir 16,2 dərəcə Selsi. Və sadə tənasüblə yenə də qeyd edirik ki, hər 1000 metrdə əgər temperatur 6 dərəcə Selsi dəyişirdisə, 16,2 dərəcə Selsi dəyişmək üçün neçə metr lazımdır? Yəni neçə metrdə dəyişər? Buradan 16,2-ni vururuq 1000-ə və bölürük 6-ya. Burada bizim cevabımız eləyir təxminən 2700 metr. Demək, bizim çayımızın düşməsi 2700 metrdir. Uzunluğumuz isə 3600 kilometrdir. Okay. Geridə qalan hissəsinə nəzər salsaq, meyillik bərabər necə tapacaq? Düşməni, yəni 2700 metri, 2700 metri bölürük çayın uzunluğuna, yəni 3600-ə. Sıfırları ixtisar aparırıq. 27,36 hər ikisi 9-a bölünür. Bölsək burada qalır 4. Burada qalır 3. 4-də 3, yəni bu da edir 0,75 metr bölünmüş kilometrə. Yəni doğru cavabımız qalırdı B variantı. Daha sonra nəzər salsaq, gəlirik növbəti sualımıza. Məsləhət ki, birinci videonu saxlayasınız, özünüz həll eləyəsiniz, tapşırıq oxuyub. Daha sonra, belə deyim də, videonu başladı, izahını da dinləyə bilərsiniz. Yəni, doğru yoxsa yanlış qeyd eləmişsiniz. Tanış olsaq sualımızdan, sxemdə C nöqtəsinin mütləq hündürlüyü 600 metr. Yəni, bura 600 metrdir, qeyd edək. B nöqtəsinin hündürlüyü isə 1200 metrdir. Okey, bura isə 1200 metrdir. Bu verilən rəqəmlərə əsasən biz tapırıq ki, bizim kəsmə yüksəkliyimiz, yəni buradan bura kimi olan məsafəmiz, kəsmə yüksəkliyimiz bərabərdir 600 metrə. A-dan D-yə axan çayın uzunluğu 300 kilometrdir. Çayımızın uzunluğu verilib 300 kilometr və bizdən yenə çayın orta meyilliyini hesablayır. Tamam, yenə meyillik edirik. Meyillik bərabər edir düşmə bölünsün uzunluğa. A-dan D-yə kimi baxırıq ki, bizə düşmə lazımdır buradan. 1, 2, 3 dənə horizontal var. Yəni kəsmə yüksəkliyi var. Daha doğrusu. Yəni hər bir kəsmə yüksəkliyimizin belə deyək də məsafəsi 600 metrdir. 3 dənə kəsmə yüksəkliyi 3-ü vururuq 600-ə. Deməli bizim düşməmiz eləyib 1800 metr. Uzunluğumuz isə burada qeyd olunub 300-dür və bunu bölürük 300-ə. Sıfırlar ixtisar apardıq. 18-də 3-ə böldük. Cavab qalırdı 6. Yəni doğru cavabımız qalırdı A variantı. Daha sonra burada nəzər salsaq, Volqa çayının düşməsi 254 metr, uzunluğu isə 3531 kilometrdir. Orta meyilliyi tapın. Amma burada diqqət edin, möhtəzə içərisində qeyd olunub santimetr bölünsün kilometr.
Yəni burada 254 metr verildi. Biz bu metri santimetrə çevirməliyik. Biz bu metri santimetrə çevirmək üçün sadəcə nə edirik? Arxasına 2 dənə sıfır artırırıq. Niyə? Çünki 1 metrimiz 100 santimetrdir. Ona görə də burada biz nə edəcəyik? Meyilli tapdığımız zaman, yəni meyillilik bərabərdir. 254 metr idi, santimetrə çeviririk. 2 dənə sıfır əlavə edirik. Yəni 25.400 santimetr bölürük 3531 kilometrə. Ya bu tipli məsələlərdə bir balaca bu istiqamətdə diqqətli olun. Düzdür, belə tipli suallar çox qarşılaşmırıq. Amma hər ehtimala qarşı diqqət edin həm variantlarda, həm şərtin sonunda ki, sizdən metr bölü kilometr istəyir, yoxsa santimetr bölü kilometr. Ya burada da bu tənasübü taparaq doğru cavabı almış oluruq. Gələk su sərfinə. Su sərfi nədir? Məsələn, götürək ki, çay bu hissədən axır. Bu çayın en dərəsidir, en kəsin dərəsi. Və buradan bir saniyədə deyək ki, keçən suyun miqdarına deyilir su sərfi. Və bunu qeyd eləyək ki, əgər en kəsi kiçik olarsa, yəni belə deyək, belə olarsa, o zaman çayın axın sürəti çox olur. En kəsi enli olarsa, məsələn deyək ki, bu şəkildə olarsa, buradan axan suyun sürəti zəif olur deyə qeyd edə bilərik. Yəni çayın en kəsi ilə çayın axın sürəti arasındakı mütənasiblik tərs mütənasiblikdir. Düstur olaraq belə qeyd olunur. Bir saniyə ərzində çayın en kəsin keçən suyun miqdarı su sərfi adlanır və Q bərabərdir, yəni su sərfi bərabərdir en kəsiyi vurulmuş çayın sürətinə. Diqqət eləsə aşağıdakı məsələmizə. En kəsiyin sayəsi 1500 metr kvadratdır. Axın sürəti 0,14 metr saniyə olarsa çayın su sərfini təyin edin. Tapmaq üçün nə edirik? Sadəcə çayın en kəsiyini, yəni 1500 metr kvadratını vururuq çayın axın sürətinə və bu zaman cavabı tapmış oluruq. Aşağıda da bu istiqamətdə qeyd olunub. Burada gördüyümüz rəqəm isə məsələn 31,5 vurulmuş 10 üstü 6 bu nəyi ifadə edir? Baxın, çayın su sərfi il ərzində dəyişir. Yəni qidalanmasından asılı olaraq elə mövsümlər var ki, çayın ölkəsinə keçən suyun miqdarı çox olur. Yəni bol sulu dönəmində çox su keçir, qıt sulu dönəmində isə az su keçir. Bəzən bir ildə olan çayın su sərfi hesablanır. Bu zaman isə bir ildə olan saniyələrin sayına vurulur. Baxın, bu 31,5 vurulmuş 10 üstü 6 isə bir ildə olan saniyələrin sayıdır. Gəlsək çay sisteminə. Çay sistemi, məsəl üçün götürək ki, bu bizim bir çayımızdır və çayımız bu istiqamətdə axır və bu çaya belə deyək ki, gəlir, çayın qolları tökülür. Çay sistemi dedikdə nə nəzərdə tutulur? Bu çaya tökülən qollar hamısı birlikdə adlanır, belə deyək də, çay sistemi. Yəni bunlar hamısı birlikdə. Və bura nəzər salaq çay şəbəkəsinin sıxlığına. Sıxlığı necə tapılır? Onların, məsələn, çayın özünün, çayın qollarının, bütün hamısının uzunluqları toplanır. Yəni, ümumi çayın öz uzunluğu tapılmış olur. Bu zaman həm öz əsas çayın, həm də ona tökülən çayların, yəni qollarının uzunluqları toplanır və su toplayıcı sahəsinə bölünür və bu şəkildə də çay şəbəkəsinin sıxlığı tapılır deyə qeyd edə bilərik. E, Bir də belə bir sual yaranır ki, məsəl üçün, çay şəbəkəsinin sıxlığı nədən asılıdır? Yəni, niyə görə bir yerdə çay çoxdur, digər yerdə azdır? Çay şəbəkəsinin sıxlığını yadda saxlayaq ki, iki əsas amildən asılıdır. Bir, iqlim şəraitindən asılıdır. Çünki bol rütubət alan yerlərdə çay şəbəkəsi daha çox olar. Yəni, sadə məntiqlə düşünsək, görək ki, çox yağış yağır, ona görə çoxlu su var və çay var. İki isə relyef şəraitini burada qeyd edərik ki, dağ və yaxud da düzən olmalı. Zaten dağlıq ərazilərdə yağıntının miqdarı çox olur, düzən ərazilərdə isə az olur. Yəni bu iki səbəbdən qeyd edə bilərik ki, çay şəbəkəsinin sıxlığı məhz iqlim və relyefdən asılıdır.